Fermerin rifahı aqrar sahənin inkişafıdır. Hər həftə məhz bu şüarla verilişimizə başlayırıq. Fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Biz davam edirik. Fermerin real dostuna baxırsınız. Əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar. Maraqlı və vacib bir mövzuya toxunacağıq bugün. Ümumiyyətlə qeyd edim ki, bir neçə ildir fermerlərimiz subsidiyaların əldə olunması üçün xüsusi bir sistemdən istifadə edirlər. Bu sistemin adı qısaca EKTİS-dir, yəni elektron kənd təsərrüfatı informasiya sistemi. Bu sistem insanlarımızın, bizim zəhmətkeşlərimizin işini kifayət qədər asanlaşdırıb, rahatlaşdırıb. Bax, bu sistem vasitəsilə fermerlər yüzlərlə, yüz minlərlə fermer il ərzində öz, belə deyək də, təsərrüfat fəaliyyətlərini bəyan etməklə, buna sadə dildə bəyan deyilir, elan etməklə dövlətdən dəstək alırlar. Ümumiyyətlə, bu sistem mahiyyətcə nədən ibarətdir? Bu sistemin məqsədi nə idi yaradılmasında? Hansı yeniliklər var? Bu və digər sualları həmkarımızla, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşından və qonağımızla müzakirə edəcəyik. Qeyd edim ki, qonağımız bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Orxan Hüseynovdur. Orxan müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Salam, xoş gördük. Mən də bütün fermerlərimizi, izləyicilərimizi salamlayıram. Çox sağ olun. Orxan müəllim, gəlin əvvəlcə biraz daha əvvələ gedək. Hər zaman sizlə verilişlərimiz maraqlı və faydalı olur və nəzərə alsaq ki, təkrar biliyin anasıdır. Elektron kənd təsərrüfatı informasiya sisteminin nə olduğunu açıqlayaq bir daha. Ümumiyyətlə, bunun yaradılmasında məqsəd nədən ibarət idi və bugün kənd təsərrüfatına verdiyi əsas faydaları nədən ibarətdir? Buyurun. Təşəkkür edirəm. Bugün kənd təsərrüfatı sahəsində həyata keçirilən ən mühüm rəqəmsal islahatlardan biri də elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılmasıdır. Bayaq düzü qeyd etdiniz. Qısaca biz EKTİS deyirik. EKTİS deyirik. Hamı onu EKTİS kimi tanıyır. Eynən. EKTİS-in yaradılmasında, ümumiyyətlə EKTİS-in yaradılması ideyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 aprel 367 nömrəli fərmanı ilə təsdiqlənmişdir və bu sistemin yaradılması Kənd Təsərrüfatı Nazirliyi nəzdində mərhələli şəkildə həyata keçirilmişdir. Və 2019-cu ildən etibarən istifadəçilərin, fermerlərimizin istifadəsinə tam şəkildə verilmişdir. Və 2019 Artıq 6 ildir demək olar, düzdürmü? Bəli, 2019-cu ilin fevral ayından etibarən pilot olaraq bir çox rayonlarda bu sistemin tanıdılması istiqamətində, məlumatlandırılması, fermerlərimizin məlumatlandırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bildiyiniz kimi, Cənab Prezidentin 2019-cu il 27 iyun 759 nömrəli aqrar sahədə yeni subsidiya mexanizmin yaradılması fərmanına və bu fərmanla təsdiqlənmiş kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydasına əsasən artıq 2020-ci il yanvar ayından etibarən aqrar subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilməyə başlanmışdır. Bu sistemin yaradılmasında əsas məqsəd aqrar sahənin elektronlaşdırılması, kənd təsərrüfatı zəncirinin qurulması, aqrar xidmətlərin fermerlərə əlçatanlığının təmin edilməsi, eləcə də aqrar xidmətlərin göstərilməsində şəffaflığı artırmaqdır. Buradan məqsəd aydın görünür. Və bütün məqsədlərə nail olunub demək olar. Bəli. Burada yəni əsas məqsəd kənd təsərrüfatında şəffaflığı artırmaqdır. Kağız üzərində həyata keçirilən, deyək ki, qeydiyyat olsun, müraciətlər artıq aradan qaldırılıb. Keçmişdə qalıb. Keçmişdə qalıb, bəli. Artıq keçib elektron mühitə. Bəli. Və subsidiyaların ədalətli və dəqiq hesablanmasını burada əsas məqsədlərdən biridir. Eyni zamanda və ən əsası fermerlərin işini asanlaşdırmaq və elektron mühitə uyğunlaşdırmaq. Fermerlərimiz nə qədər ki, elektron mühitə uyğunlaşarsa, bu kənd təsərrüfatının da gələcək inkişafını təmin edəcəkdir. Doğru. Elektron kənd təsərrüfatı informasiya sistemi bütün məlumatların, kənd təsərrüfatı sahəsinə bağlı bütün məlumatların, fermerlərin, torpaq sahələrinin, subsidiyaların, əkin bəyanlarının, bir sözlə kənd təsərrüfatı sahəsində olan bütün aqrar xidmətlərin, fəaliyyətlərin hər birini bir ehtiva edən elektron bir sistemdir. Vahid bir platformadır. Bəli. Və bir sadə də başqa bir deyişlə desək, kənd təsərrüfatının beyin mərkəzidir. Bəli. Və bütün məlumatlar burada toplanılır və idarə olunur. Eləcə də EKTİS vasitəsilə həm dövlət, həm fermerlər, həm digər iştirakçılar bütün prosesləri, kənd təsərrüfatı əməliyyatlarını
şəffaf, operativ və nəzarət edilə bilən şəkildə həyata keçirə bilirlər. Bu çox gözəl ifadədir. Nəzarət edilə bilən Bəli. şəkildə. Çünki məhz bu data, informasiyanın hesabına siz sonrakı kənd təsərrüfatının proseslərinə, fermerlərə çıxış, fermerlərə informasiyaların ötürülməsi, lazım olan məlumatları onlara tez və operativ ötürmək üçün, yəni bir növ belə deyək də, böyük bir dəniz var. Eynən. Belə bir ifadə eləsək obrazlı şəkildə və o dənizə istənilən vaxtı gəmi ilə çıxmaq mümkündür. Eynən, tam doğru buyurdunuz. Bu sistemin tətbiqi nəticəsində kənd təsərrüfatı məlumatları vahid bir platformada, vahid bir mərkəzdə toplanır. Dövlət siyasəti daha dəqiq məlumatlara əsaslanır burada. Bəli. Eyni zamanda fermerlərin inzibati yükü azalır. Artıq fermerlər heç bir yerə getmədən, öz təsərrüfatından, öz evindən ayrılmadan, olduğu yerdən şəffaf şəkildə, operativ şəkildə öz şəxsi kabinetini yaradır, qeydiyyatdan keçərək və zəruri məlumatlarını, təsərrüfat, ərazi məlumatlarını sistemə daxil edir və sərbəst şəkildə subsidiya üçün müraciətini edə bilir. Və ən əsası da rəqəmsal kənd təsərrüfatı idarəçiliyinin əsası qoyulur. Çox detallı izah elədiniz Orxan müəllim, minnətdaram. Növbəti belə bir sualım var ki, ümumiyyətlə bu elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyat və əkin subsidiyasına, ən böyük subsidiyadır təbii ki, müraciət prosesi necə həyata keçirilir? Yeri gəlmişkən hal-hazırda bu proses gedir, yəni söhbət payızlıq əkin bəyanlarının elanından gedir. 30 dekabra qədər vaxt var. İstəyərdim ki, ətraflı məlumat verəsiniz. Fermerlərimiz əkin subsidiyasına müraciət etmək üçün bayaq dediyimiz kimi ilk öncə Ektisdə qeyddən keçməlidirlər. Ektisdə qeyddən keçərək öz şəxsi elektron kabinetini yaratmalı və ondan sonra əkin subsidiyasına müraciət üçün ilk dəfə Ektislə tanış olan fermerlərimiz 5 addımda əkin subsidiyasına müraciət edə bilir. Yeri gəlmişkən bizə yeni baxan tamaşaçılar ola bilər ki, ümumiyyətlə tam onlar üçün də elə bu informasiya eagro.gov.az, düzdürmü? Bu sayta daxil olursunuz. Çox sadədir. Kimsə ola bilsin aranızda fermer olmaq istəsin, təsərrüfatla məşğul olmaq istəsin. Bax, bu mövzuya diqqətlə qulaq asın. Buyurun Orxan müəllim, davam edə bilərsiniz. Bəli. İlk dəfə Ektislə tanış olan fermerlərimizi nəzərə alaraq, izləyicilərimizi nəzərə alaraq, o nöqteyi nəzərdən qeyd etmək istəyirəm ki, subsidiya üçün müraciət etmək üçün ilk öncə bu 5 addımda birinci addım Ektisdə qeyddən keçmək, şəxsi elektron kabineti yaratmaq, ikinci addım təsərrüfat məlumatlarını daxil etmək, üçüncü ərazi məlumatlarını daxil etmək, 4 bəyan məlumatlarını daxil etmək, 5-ci də subsidiyaya müraciət. Bəli. Müraciətin göndərilməsi. Və bu proseslər hər biri bəyan dövrləri ərzində həyata keçirilməlidir. Ümumiyyətlə, Ektisdə qeydiyyat üçün ilk öncə eagro.az saytına, bu portala daxil olaraq fermerlər ekranda açılan digital login səhifəsinə keçid edirlər. Bəli. Mən tam izah edirəm ki, izah etməyə çalışıram ki, əslində görüntülərdə də həmin dedikləriniz yayımlanır. Ola bilər fermerlərimiz evdən özü bu prosesi keçmək istəyər deyə o nöqteyi nəzərdən. eagro.az saytına daxil olaraq digital login bölünməsinə keçid edərək orada giriş üsulları, qarşımıza giriş üsulları çıxır. İdentifikasiya nömrəsi, sima, rəqəmsal imza, asan imza. Burada həm fiziki şəxslər, həm hüquqi şəxslər Ektisdən istifadə edə bilir, qeyddən keçə bilir. Fiziki şəxslər əsasən identifikasiya nömrəsi ilə qeyddən keçərək sistemdən istifadə edirlər. Hüquqi şəxslər də sima, rəqəmsal imza və ya da asan imza vasitəsilə sistemə giriş edirlər. Və giriş etdikdən sonra növbəti addımda kabinetin aktivləşdirilməsi prosesi həyata keçirilir. Ondan sonra digər zəruri təsərrüfat ərazi məlumatlarını, sənəd məlumatlarını sistemə daxil edirlər və ən əsası əkin bəyanlarını sistemdə qeydə alaraq subsidiya müraciətlərini göndərə bilirlər. Bir də mən bir məlumat verim, bəlkə statistik bir məlumat kimi. Artıq 2019-cu ildən cari dövrə kimi Ektisdə qeyddən keçmiş ümumi fermerlərin sayı 714 min civarındadır. Biz 714 min bir fermerlə çalışırsınız. Kifayət qədər böyük bir rəqəmdir. Çox böyük rəqəmdir əslində Orxan müəllim. Rəqəmə düşünəndə və orta hesabla 2 nəfərdən deyirik ki, qeydiyyatdan keçən fermer ailələri əslində böyük olur. Mən minimum 2 nəfərdən hesablayanda bu milyon yarım, 2 milyon civarında bir insanla çalışdığınızı, yəni kənd təsərrüfatına bu və ya digər formada belə deyək də aidiyyəti olan, deyək ki, bir ailədən bir nəfər təsərrüfatla məşğul olursa, o demək deyil ki, yalnız
o şəxs təsərrüfatla məşğul olur. Onun ailə üzvləri, qohum əqrəbası, yaxınları və s. və axır. O deməkdir ki, siz böyük bir aqrar sektorla, necə deyirlər, çalışırsınız. Onların dövlətdən aldıqları, ala biləcəkləri dəstək mexanizmlərini onlara çatdırırsınız və mütəmadi olaraq bu belə deyək də məlumatla işləyirsiniz. Orxan müəllim, əkin subsidiyasına müraciət zamanı əsasən hansı hüquq müəyyən edici sənədləri eksə daxil etməlidir? Yeri gəlmişkən biz elektron kənd təsərrüfatı informasiya sisteminin daxilindən belə deyək də görüntülər də təqdim edirik tamaşaçılara. Maraqlıdır. Bəli, gözəl sualdır. Çünki ECDIS-də ümumiyyətlə əkin subsidiyasının verilməsi prosesində əsas şərtlərdən biri də sənədlərdir. Bəli, sənədlərdir, hüquq müəyyən edici sənədlər, hansı ki, fermerə məxsus torpaqdan istifadəyə dair mülkiyyət, istifadə və icarə hüququ olan sənədlərin sistemə daxil edilməsidir. Burada əsas sənədlər çıxarış, dövlət aktı və şərtnamə və müqavilə sənədləri subsidiya verilməsində əsas şərtlərdən biridir ki, o tip sənədlərin sistemə daxil edilməsi və ümumiyyətlə fermerlərimiz həmin sənədlərlə müraciət etdikdə o müraciət bir dəfə sistemə ECDIS-ə sənədlərini daxil edirlər və ondan sonra hər dəfə daxil etməyə ehtiyac yoxdur. Bəli. Artıq sistemdə bu qalır kabinetində. Sistemdə bəli, bu onun şəxsi kabinetində qalır və o sənədlərin yoxlanma prosesi avtomatik qaydada həyata keçirilir. İnteqra olunmuş sistemlərlə o həmin məlumatlar yoxlanılır. Digər dövlət qurumlarından. Digər dövlət qurumlarından. Aidiyyəti. Və aidiyyəti üzrə deyək ki, çıxarışdır, dövlət aktıdır. Bu daşınmaz əmlakın Kadastr və Reyestri Xidmətinin o elektron portalından onların bazasında yoxlanılır. İnteqrasiya olunur. Bəli. Müqavilə sənədləri də elektron notarial sistemindən yoxlanılaraq məlumatların düzgünlüyü təbii ki, yoxlanılaraq əgər düzgündürsə təsdiqlənir və sənədlərdə hər hansı bir dəyişiklik yoxdursa, o zaman o sənədlər təsdiqlənmiş formada qalır və ondan sonra növbəti addımda artıq bəyan prosesinə keçirilir. Sənədlərlə bağlı önəmli bir nüansı qeyd etmək istəyirəm. Ümumiyyətlə, fermerlərimiz bəzən olur ki, sənədləri qaydasında olmadığı halda belə ECDIS-dən qeyddən keçmirlər, müraciət etmirlər. Bəyanları var, daha doğrusu faktiki olaraq əkiblər ərazidən, amma sənədin qaydasında olmadığı üçün gəlib bəyanlarını verirlər. Və buradan fermerlərimizə bildirmək istəyirəm ki, sənədlər qaydasında oldu, olmadı. Olunmasından asılı olmayaraq, mütləq şəkildə bəyan dövrü ərzində əgər faktiki əkin sahələri varsa, gəlib bəyanlarını etsinlər. Sənədləri sonra daxil etmək. Sənədlərini sonradan da düzəltdikdən sonra, yəni olan problemi aradan qaldırdıqdan sonra gəlib köhnə sənədə münasibətdə yeni bir çıxarış sənədini təqdim etdikləri halda onların müraciətlərinə yenidən baxıla bilir. Bu çox vacib. Bu fermerlərimizə bir güzəşt olaraq. Önəmli olan bəyan prosesi, bəyan dövrü ərzində əkin məlumatlarının sistemə işlənilməsi, vaxtında bəyanların qeydə alınmasıdır. Bəli. Və payızlıq, bildiyiniz kimi, payızlıq əkin dövrüdür artıq, 2025-2026-cı dönəmi. Aktiv bu dəqiqə hal-hazırda regionlarımızda, bölgələrimizdə iş hal-hazırda fermerlərimiz artıq bildiyiniz kimi, payızlıq əkin dönəmi sentyabrın 1-dən 30 dekabra kimi davam edir və buradan da bir daha vurğulamaq istəyirəm ki, fermerlərimiz son ayları gözləməsinlər. Son günlərə qədər saxlamasınlar. Son günə kimi saxlamasınlar. İndidən gəlib bəyanlarını, faktiki əkin sahələri varsa, əkiblərsə, indidən bəyanlarını etsinlər. Müraciət et düyməsini sıxmazdan əvvəl təbii ki, onu da deyək, müraciət et düyməsini sona saxlamaq olar, amma onu onu sıxandan sonra dəyişiklik eləmək mümkün olmayacaq. Doğru buyurursunuz. Bəli, növbəti addımda mən onu izah edəcəkdim. Mən biraz qabaqladım. Bəli, ki, həm də çalışırıq ki, burada daha aydın olsun fermerlərimiz üçün, qarışıqlıq yaranmasın deyə. Fermerlərimiz bəyan etdikdən sonra, bəyan dövrü ərzində hər hansı bir redakta zərurəti varsa, o mütləq şəkildə bəyan dövrü ərzində o redakta prosesini həyata keçirməlidir. Redakta deyəndə yəni düzəlişini etməlidir. Hər hansı ola bilər, səhv bəyan edə bilər. Sayda, ərazidə ola bilər, yoxsa? Hansısa, bəzən olur ki, fermerlərimiz sentyabr ayında, deyək ki, oktyabr ayında gəlir bəyan üçün. Əsasən də deyək ki, yaxınlaşırlar bizim daimlərə. Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yaxınlaşırlar. Təbii ki, burada şərt deyil ki, bizim Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yaxınlaşsınlar. Kömək eləmək. Sadəcə kömək məqsədi ilə dəstək almaq üçün müraciət edə bilərlər. Sadəcə olaraq müraciət edən zaman olur ki, sentyabr, oktyabr ayları ərzində fermerlərimiz gəlir, faktiki əkin yoxdur, sadəcə gəlir,
yəni öncədən bəyan etmək istəyir. Yəni Və yaxud da deyir ki, yolu keçir, deyir ki, rayon mərkəzindən. Deyir, gəlmişkən bəyan edim, gedim. Bəzən biz bu fermerlər bildirir ki, faktiki yaxşı olar ki, faktiki əkinin varsa, səpim aparılıbsa, bu halda bəyan et. Şərt deyil, təbii ki, edə bilər. Ancaq hər hansı bir dəyişiklik olarsa və yaxud ola bilər ki, müəyyən bir səbəblərdən, subyektiv, obyektiv səbəblərdən faktiki olaraq əkin aparmazsa, mütləq şəkildə ektisdə o məlumatlarını düzəliş etməlidir. Əks halda? Əks halda subsidiyadan zaten yararlana bilmir və həmin fermerin ərazisi cərmələnə bilər. Monitorinqə düşər və növbəti addımda cərmələnə bilər. Yəni bəyan etmisən, amma əkməmisən. Bəli, bəyan etmisən. Bu deməkdir ki, sən belə deyək də sistemi aldadırsan, biraz yüngül desək. Yəni əslində bu sözü ifadəni istifadə etmək istəməzdim, amma təəssüf olur ki, %1 hallarda, mində bir hallarda belə hallarla qarşılaşırıq. Bəzən də olur ki, fermerlərimiz bunu da xüsusi vurğulamaq istəyirəm. Çünki özümüz də bu gələn müraciətlərdən analiz etdikdə baxırıq ki, bəzən fermer gəlir, yaxınlaşır daimə və bəyanla bağlı müraciət etdikdə düzgün informasiya vermir. Daim əməkdaşı onun verdiyi, fermerin verdiyi məlumatlara istinadən əsasən sistemə daxil edir. Və sonra gəlir mübahisəli bir məsələ yaranır ki, mən əslində bu məlumatı yox. Mən belə demişdim, siz belə daxil edirsiniz sistemə. Bu kimi hallar olmasın deyə mənim fermerlərdən də xahişim odur ki, mütləq şəkildə özləri də sistemə daxil edilən məlumatları bir daha kontrol eləsinlər və hər hansı əgər səhvlik olarsa, bəyan dövrü ərzində, dövr bitmədən o məlumatlarını düzəliş etsinlər. Çünki əks halda dediyimiz kimi fermerin monitorinqə düşərək fermerin ərazisi cərmələnə bilər. Bu da bir xoş bir hal olmaz. Yeni qoşulanları salamlayıram. Fermerin real dostuna baxırsınız, əziz zəhmətkeşlər. Maraqlı, vacib bir mövzuya toxunuruq. Elektron kənd təsərrüfatı informasiya sistemi. Qısa bunu hamı EKTİS kimi tanıyır. Ümumiyyətlə, elektron kənd təsərrüfatı informasiya sistemində bəyan prosesi necə aparılır, subsidiyanı almaq üçün hansı məqamlara diqqət eləmək lazımdır? Bax, bu və digər məsələləri bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Orxan Hüseynov bizim üçün, sizin üçün, həm də mənim üçün çatdırır. Çox maraqlı söhbətimiz davam edir. Orxan müəllim, yeri gəlmişkən dediniz, mən bir daha xatırladım. Bütün bölgələrdə olan daim rəhbərləri, daim əməkdaşları, daim yəni Dövlət Aqrar İnkişaf Mərkəzi əməkdaşları kifayət qədər canla, başla necə deyirlər, fermerlərə, zəhmətkeşlərə, nəinki rayon mərkəzində, hətta əməkdaşlar tez-tez rayonun kəndlərinə gedirlər, soruşurlar, fermerlər hansı çətinlikləri var, ola bilsin sistemə daxil ola bilməyən və ya internetdən, kompüterdən o qədər də çox aktiv istifadə edilməyən yaşlı nəslin nümayəndələri var. Bu baxımdan mən özüm də dəfələrlə şahid olmuşam. Təqdirə layiqdir, alqışa layiq bir addımdır. Amma doğru olan ən əsası odur ki, insanlarımız özü bunu etsə daha yaxşı olar ki, siz dediniz biraz əvvəlki məqamda o müəyyən anlaşılmaz hadisələr baş verməsin. Bəyan prosesi ölkədə 2 dəfə olur, mən bildiyim qədərilə. Bu proseslə bağlı istəyərdim ki, danışaq. Vacib olan qışda, yəni hal-hazırda bu dövr gedir, dekabr ayının sonuna qədər olan və yaz fəslində. Bu proseslərdə ən vacib məqamlar nələrdir? Fermerlər ən xüsus olaraq hansı məqamlara diqqət etsinlər ki, səhvə yol verməsinlər? Çox gözəl sualdır. Bu bəyan prosesi zamanı diqqət edilməli məqamlar. Bəzən biz çox vaxt ümumiyyətlə fermerlərimizi bu istiqamətdə məlumatlandırırıq, həm daimlər vasitəsilə, həm bu verilişlər vasitəsilə ki, mütəmadi olaraq ümumiyyətlə az öncə də mən qeyd etdim, bəyan zamanı çox diqqətli olsunlar, məlumatların düzgünlüyünə əmin olsunlar. Bəzən bəyan zamanı hər hansı bir orada məlumatın yanlış daxil edilməsi və yaxud da yanlış informasiya verilməsi və nəticədə o fermerin dövlət dəstəyindən yararlana bilməməsi ilə nəticələnir. Bəli, həmin il yenə əkdi, belə deyək də, nəticəni ala bilmir. Nəticəni ala bilmir. İstədiyi dövlət dəstəyi subsidiyanı ala bilmir. Həmin əkin sahəsi 1 illik və yaxud da 2 illik cərmələnməyinə səbəb ola bilər. Və bayaq dediyimiz kimi bu da bir xoş bir hal deyil. Biz də istəyirik ki, fermerlərimizə yaxın olaq. Zaten Nazirin əsas fəaliyyət prinsiplərindən biri də fermerlərə yaxınlıqdır. Bəli. Məqsəd yəni onları cərmələmək deyil, əksinə qaydaları belə deyil, tətbiq etməkdir. Və bu istiqamətdə mütəmadi olaraq məlumatlandırma işi aparılır. Ümumiyyətlə bəyan zamanı əsas diqqət edilməli məqamlar
ən çox bəzən edilən səhvlər nədir? Əkilən bitki növünün və ya da sortunun səhv daxil edilməsi, ümumiyyətlə və ya da subsidiya verilməsində əsas şərtlərdən biri dedik ki, sənəd məlumatlarıdır, sənədlərin düzgün daxil edilməməsi və suvarma tipinin düzgün seçilməməsi, hansı ki, bildiyiniz kimi, bəli, bu Aqrar Subsidiya Şurasının qərarlarında bilirsiniz ki, bu əmsallar təyin olunur və bu suvarma ümumiyyətlə suvarma növü bu prosesdə ən vacib məqamlardan biridir. Bəzən olur ki, fermer yazmaq lazımdır orada misal üçün. Faktiki olaraq ənənəvi suvarmadır, yoxsa müasir suvarmadır? Bəli, bəzən fermer faktiki ərazidə olan suvarma növünü düzgün qeyd etmir. Sabah gəlir, o deyək ki, aşağı əmsaldan hesablanır və yaxud da başqa cür formada sonra etirazını bildirir. Bizə deyir ki, faktiki olaraq ərazidə nədirsə, hansı növdürsə, suvarma sistemindən istifadə edirsinizsə, onu düzgün şəkildə ektisiyada, sistemdə bəyan etməlisiniz. Fermerlərin ektisiyla bağlı məlumatlandırma prosesinin aparılması üçün əsasən deyək ki, fermerlərin informasiya məsələ xidməti almaq üçün dövlət aqrar inkişaf mərkəzlərinə və regional asan xidmət mərkəzlərinə, eləcə də KOB mərkəzlərinə, Xaçmaz və Yevlaxda yerləşən KOB evlərinə müraciət edə bilərlər. Eyni zamanda daha operativ şəkildə 1652 Nazirliyin Çağrı Mərkəzinə də müraciət edə bilərlər və biz də bir saylı daim olaraq, mütəmadi olaraq həm fermerlərin, həm daimlərin təlimatlandırması, məlumatlandırması işini həyata keçiririk. Maarifləndirmə işinə xüsusi önəm verirsiniz. Bəli. Burada yanaşma odur ki, ektis istifadəçiyə yönəlik bir sistemdir. Yanaşmamız odur ki, fermer özü bu prosesləri özü həyata keçirsin. Bəli. Yəni, heç bir yerə getmədən özü sərbəst şəkildə həyata keçirsin. Sadəcə olaraq ola bilər ki, elə fermerlərimiz var ki, özü bu prosesdə çətinlik çəkir. Bu köməklik göstərilməsi məqsədi ilə bəli, bizim daimlərə yaxınlaşa bilər. Bir də bir məsələni qeyd edeyim ki, fermerlərimiz yəni rayondan, şəhərdən asılı olmayaraq, yəni onun faktiki ərazisi hansı rayonda olmasından asılı olmayaraq. Mən soruşacaqdım. Məsələn, tutaq ki, Bərdədə adam təsərrüfatla məşğuldur. Özü hal-hazırda Bakıdadırsa qeydiyyatı, yəni gəlib bir saylı daimə müraciət edə bilər. Abşeronda yerləşir də, düzdür? Bəli, Abşeronda yerləşir. Yəni istənilən ərazidə ərazi məhdudiyyəti belə deyil, heç bir fərqi yoxdur. Harda olmağınızdan asılı olmayaraq. Eynən. Yəni bəzən olur fermerlər ki, mən əkin ərazim buradadır, amma mən gəlib burada qeyddən keçə bilərəmmi və yaxud da məlumatlarımı daxil edə bilərəmmi? Bəli, istənilən bir yerdə bunu həyata keçirə bilər. Nəticə etibarilə kənd təsərrüfatı elektron sistemi Azərbaycanın kənd təsərrüfatında şəffaflığın, innovasiyanın və səmərəliliyin əsas sütunlarından biri sayılır. Yəni, bayaq da dediyimiz kimi, əgər fermer rəqəmsal mühitə uyğunlaşırsa, deməli, kənd təsərrüfatı da gələcəyə uyğunlaşır. Yəni, bir növ ektis gələcəyin rəqəmsal qapısıdır. Çox gözəl. Bu qapı da həmişə fermerlərin üzünə açıqdır. Həqiqətən də elektron kənd təsərrüfatı informasiya sistemindən istifadə etmək çox rahatdır, çox asandır. Hər hansı bir suallar olsa, yeri gəlmişkən qeyd edeyim ki, bax, görüntüləri monitorda təqdim etdik sizə. Müxtəlif məlumatlar elektron kənd təsərrüfatı informasiya sisteminə daxil olmaq, kabinetin açılması, bununla bağlı müxtəlif video çarxlar, müxtəlif posterlər, afişalar, bununla bağlı məlumatlar həm Kənd Təsərrüfatı Nazirliyinin, eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyinin və digər qurumların sosial media hesablarında, YouTube kanalında baxa bilərsiniz. İnternetdə bununla bağlı kifayət qədər məlumatlar var. Həmçinin də Orxan müəllim də qeyd elədi, hər hansı bir sual olsa 1652 Çağrı Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə, Çağrı Mərkəzinə zəng eləyə bilərsiniz. Orxan müəllim, mən sizə minnətdaram. 700 mindən çox fermerlə işləmək asan məsələ deyil. Bu işdə sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm. Sağ olun, minnətdaram. Əziz dostlar, hörmətli fermerlər və dəyərli zəhmətkeşlər, yekuna doğru yenə də xatırladırıq. Vaxta bir o qədər də çox qalmayıb. Dekabr ayının sonuna qədər payızlıq əkin bəyanlarınızı elektron kənd təsərrüfatı informasiya sisteminə vaxtında və doğru şəkildə daxil etməyi unutmursunuz. Vaxt önəmlidir. Yeri gəlmişkən, gələn həftənin eyni günü, eyni saatı bizim vaxtımız olacaq Real TV-də. Fermerin real dostu isə bugünlük, bu həftəlik işini bitirir. Gələn həftə görüşəcəyik. Hələlik.